29 iyun 5 iyul tarixləri arasındakı həftəlik bürc proqnozu. Bu həftə ulduzlar bir çox bürc üçün yeni başlanğıclar, vacib qərarlar və gözlənilməz fürsətlər vəd edir. Sevgi, maliyyə və karyera sahələrində hərəkətli günlər sizi gözləyir. Qoç, bu həftə enerjiniz yüksək olacaq. Qarşınıza çıxan imkanları dəyərləndirməyə çalışın. İş həyatında müsbət inkişaflar mövcuddur. Buğa, maliyyə məsələlərində diqqətli olmaq vacibdir. Səbirli davranışınız sizə uğur qazandıracaq. Ailə münasibətlərində xoş xəbərlər ala bilərsiniz. Əkizlər, ünsiyyət bacarıqlarınız sayəsində yeni qapılar açılacaq. Yeni tanışlıqlar və maraqlı təkliflər gündəmdə ola bilər. Xərçəng, duyğularınızın güclü olduğu bir həftədir. Sevdiklərinizlə daha çox vaxt keçirmək sizə yaxşı təsir edəcək. Şir, diqqət mərkəzində olacağınız günlər yaxınlaşır. İş və karyera sahəsində uğur qazanmaq əlverişli zamandır. Qız, planlı və diqqətli davranışınız nəticə verəcək. Maliyyə və iş sahəsində müsbət dəyişikliklər mövcuddur. Tərəzi, tarazlığı qorumaq bu həftənin əsas mövzusudur. Münasibətlərdə səmiyyət və anlayış ön planda olacaq. Əqrəb, intuisiyanız sizə doğru yolu göstərəcək. Gözlənilməz fürsətlər və sevindirici xəbərlər ala bilərsiniz. Oxatan, yeni ideyalar və planlar üçün əla həftədir. Özünüzə inanın və məqsədlərinizə doğru addımlayın. Oğlaq, məsuliyyətləriniz artsa da zəhmətinizin qarşılığını almağa başlayacaqsınız. Səbirli olun. Dolça, yaradıcılığınız və fərqli düşüncəniz sizə üstünlük qazandıracaq. Yeni layihələr uğur gətirə bilər. Balıqlar, hisslərinizə güvənin. Sevgi və ailə münasibətlərində müsbət enerjilər hakim olacaq. Bu həftə, xüsusilə həftənin ortalarına doğru enerjilərdə dəyişiklik hiss oluna bilər. Bəzi bürclər uzun müddətdir gözlədikləri xəbərləri ala, bəziləri isə yeni qərarlar vermək məcburiyyətində qala bilərlər. Ulduzlar göstərir ki, tələskənlikdən uzaq durmaq və hadisələrə daha geniş prizmadan baxmaq vacib olacaq. Sevgi həyatında səmimiyyət və qarşılıqlı anlayış ön plana çıxa bilər. Əgər münasibətlərinizdə həll olunmamış məsələlər varsa, bu həftə onları müzakirə etmək üçün əlverişli zamandır. Subay bürclər üçün isə yeni tanışlıqlar və maraqlı görüşlər mümkündür. Maliyyə sahəsində planlı davranmaq tövsiyə olunur. Gəlir və xərclər arasında tarazlığı qorumaq yaxın gələcəkdə daha rahat hərəkət etməyə kömək edəcək. İş həyatında isə zəhmət çəkənlərin əməyi diqqətdən kənarda qalmayacaq və bəzi insanlar gözlədikləri müsbət nəticələri əldə edə biləcəklər. Həftənin sonuna doğru enerjilər daha da güclənəcək. Özünüzdə vaxt ayırmaq, gələcək planlarınızı nəzərdən keçirmək və yeni hədəflər müəyyən etmək üçün uyğun bir dövr olacaq. Unutmayın ki, uğur yalnız şansla deyil, doğru qərarlar və davamlı səylə gəlir. Ulduzların sizə göndərdiyi mesajları dinləyin, qarşınıza çıxan imkanları düzgün qiymətləndirin və pozitiv enerjinizi qoruyun. Qarşıdakı günlər bir çoxunuz üçün yeni başlanğıcların və gözəl dəyişikliklərin qapısını aça bilər. Bu həftə bir çox bürc üçün dəyişiklik və inkişaf dövrü olacaq. Fürsətləri qaçırmayın və pozitiv enerjinizi qoruyun. Həftəlik və gündəlik bürc proqnozlarını qaçırmamaq üçün kanalımıza abunə olun.